Kürdəmirdə magistral su boru xətti partlayıb, 8400 abonent susuz qalıb. Hadisə Ağsu-Bəhramtəpə yolunun 27-ci kilometrliyində rayonun Topal Həsənli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, qəza Külülü Kürdəmir magistral su xəttinin diametri 500 mm olan polietilin içməli su xəttində baş verib. Hadisə yerinə dərhal Kürdəmir su meliorasiya sistemlərinin istismarı idarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Qəzanın aradan qaldırılması istiqamətində zəruri işlər həyata keçirilir. Qeyd edək ki, Külülü Kürdəmir magistral içməli su xətti 2013-cü ildən dövlət vəsaiti hesabına çəkilib və bu magistral su xətti rayonun 6 kəndi və rayon mərkəzindən 8400 abonentə və ümumilikdə rayonun 21000 əhalisinə xidmət edir. İdarənin rəis müavini Rafael Hacıyev bildirdi ki, xahiş edirəm bu hadisə ilə bağlı məlumat verin. Hadisə 17-si 11-ci ay 2025-ci ildə səhər saatlarında baş vermişdir. Hadisə ilə bağlı idarəmizə məlumat verildi. Dərhal qəza bərpa xidməti hadisə yerinə gəlmişdir. Hadisə Külüllü Kürdəmir magistral diametri 500 mm-lik olan polietilin borumuzun 27-ci kilometrliyində baş verib. Hal-hazırda gördüyünüz kimi qəza ilə bağlı işlər görülür. İdarəmizin texnikası və canlı qüvvəsi iş başındadır. Onu da qeyd edim ki, polietilin boru 500-lik borumuz 2013-cü ildə dövlət xətti ilə çəkilmişdir. Həmin içməli su boru xətti rayonumuzun 6 kəndi, rayon mərkəzi olmaqla 8400 abonentə xidmət edir. Qeyd edək ki, Külüllü Kürdəmir magistral su xətti bir müddət öncə partlamışdı və aidiyyatı qurumun əməkdaşları qəzanı aradan qaldırmışdı. Qurban Vidadi oğlu Aqil Əsədov, Həcər Həsənova bu gün informasiya proqramı üçün.